Antarktida da var müəllim. Hə, danışarıq. Deməli, Afrika materiki. Afrika materiki yaranmasına görə qədim Gondwana qurusunun tərkibinə olmuş materikimizdir. Afrika materikini ekvator xətti kəsir, həm də Qrinviç meridianı kəsir deyə dörd yarımkürədə yerləşən materik hesab olunur. Deməli, bu hissəsi cənub yarımkürəsidir. Bu hissəsi bütövlükdə şimal yarımkürəsi. Bura şərq yarımkürəsində yerləşdi. Bu kiçik hissə isə qərb yarımkürəsində yerləşmişdir. Materikin ucqar nöqtələrindən danışdığımız zaman biz şimalında Bensekka ucqar nöqtəsini deyəcək. Tunis ərazisində yerləşir. E, Mülayim işıqlanma qurşağına düşür. Cənubdan İynəburnu Carın ərazisində yerləşir və mülayim işıqlanma qurşağına düşürlər. Və şimal və cənub ucqar nöqtəsi mülayim işıqlanma qurşağında yerləşir. Şimal və cənub ucqar nöqtəsi eyni iqlim qurşağında, subtropik iqlim qurşağında yerləşirlər. Şimal və cənubi ucqar nöqtəsi eyni iqlim qurşağının eyni iqlim tipində yerləşirlər. Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipində yerləşirlər. Şimal ucqar nöqtəsinin yağıntısı qış aylarında, cənub ucqar nöqtəsinin yağıntısı qış aylarında düşür. Şimal ucqar nöqtəsinin yağıntısı qış aylarında dekabr, yanvar, fevralda düşür. Cənub ucqar nöqtəsinin yağıntısı qış aylarında iyun, iyul, avqust aylarında düşür. Biz bilirik ki, cənub yarımkürəsinin qış ayları hansılardır? İyun, iyul, avqust. Şimalda isə bizdə olduğu kimi. Yəni dekabr, yanvar, fevral aylarıdır. Ras Həfənburnu yerləşir şərq ucqar nöqtəsi Somaliya ölkəsi Somali yarımadasında. Somali yarımadası materikin ən böyük yarımadası hesab olunacaqdır. Qərbində isə Almadi burnu Seneqal ərazisində yerləşmişdir deyəcəksən. Şərq və qərb ucqar nöqtələri tropik işıqlanma qurşağında yerləşmişdir. Materiki tropik xəttləri kəsir. Deyəcəksən ki, materik yeganə materikdir ki, həm şimal, həm də ki, cənub tropik xətti ilə kəsişir. Bax, buna görə yadda saxlayarkən şimalın mülayimi, cənubun mülayimi və tropik olmaqla 3 işıqlanma qurşağında yerləşmişdir. Madagaskar adası materikin ən böyük adasıdır. 2 işıqlanma qurşağında və 2 iqlim qurşağında yerləşir deyəcəksən. Tropik və subekvatoral iqlim qurşağına düşəcəkdir Madagaskar adası. Madagaskar adası materik mənşəli adalardır ki, bu materikdən ayrılıb gəldiyini biz deyəcəyik. Özünə xarakterli xüsusiyyətə malik olan, təbiətə və heyvanat aləminə malik olan bir adadır deyəcəksən. Sahəsinə görə isə Madagaskar adası 3-cü yerdə 3-cü yerdə durur da deyəsən, eləmi? 3-cü yerdə durmalıdır. Sonra Seyşel adaları var. Burada sahillərini Hind okeanı yuyur. Hind okeanı içərisində Seyşel adaları var. Bilir ki, bu Seyşeldir, Komor adaları var. Sonra Zənzibar adaları var ki, Hind okeanında yerləşən Afrikaya aid olan ərazilərdir. Şərq sahillərini Hind okeanı, qərb sahillərini isə Atlantik okean olmaqla iki dənə okean suları ilə yuyuldu. İndi qalib deyərsən ki, ay müəllim, bəs Cənub okeanı çıxıb axı. Cənub okeanı da Afrika materikinin sahillərini yuyarmı? Təbii ki, də xeyr. Cənub okeanı çünki təxminən 60 dərəcə enliklərə qədər olan ərazidə yerləşir deyə burada biz heç bir yuyulmadan danışmayacağıq. Cənub ucqar nöqtəsində hansı okeanda yerləşir deyəndə Atlantik okeanda yerləşir deyə bilərsən. Hə, müəllim, mən xəritədə okeanların yerlərini tapa bilmirəm. Bəs bölgüsünü bilmirəm hansı ara düşür. Əgər atlasınız varsa, atlasda e, dünyanın okeanlarının xəritələri var. Xəritələri ora diqqətlə baxsanız, qırıq-qırıq xəttlərlə okeanların sərhədlərini bir-birindən ayırıblar, ayrı şəkildə veriblər. Materik 4 yarımkürədə yerləşdi. Sonra materikin ən böyük körfəzlərindən olan Qvineya körfəzi də o da 4 yarımkürədə yerləşən coğrafi obyekt hesab olunacaqdır. Yadımızda qalsın. Materiki Avrasiya materikindən ayıran su hövzələri Cəbəlü Tariq boğazı, Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Bab-əl-Məndəb boğazı vasitəsilə materik ayrıldı. Əvvəllər Ərəbistan və Hindistan materikin daxilində olaraqdan Gondwana qurusunda yer alırdılar, amma sonra artıq ayrılaraqdan getdilər Lavrasiya qurusuna qoşuldular deyəcəksiniz. Materikin şimal hissəsində şimala doğru, yəni Avropanın üzərisinə doğru hərəkət var deyə
hərəkət var deyə. Şimalında Atlas dağları cavan dağlardır deyəcəksən. Yəni, şimal hissəsi geosinkronal Alp-Himalay qurşağına düşür. Alp-Himalay qurşağının dağa əmələ gəlməsinin dağlıq zonasının başlanğıc nöqtəsi olaraq qərbdən biz Atlas dağlarını götürəcəyik. Atlas dağları yerləşdiyi ölkələr hansılardır? Deyəndə Mərakeş, yəni deyəcəksən, Tunis deyəcəksən, bir də Əlcəzair ərazisində yerləşir deyəcəksən. Atlas dağları cavan dağlardır. Atlas dağlarının ən hündür zirvəsi Tubkal zirvəsi 4165 metr mütləq hündürlüyə malikdir. Bax, 4165. Bunun üzərisinə gəlirəm 1000 metr edir nə? 5165 verir nəyi? Ağrı dağın mütləq hündürlüyünü deyəcəksən, yadda qalsın. Sonra materikin ən hündür nöqtəsi olaraqdan Kilimanjaro vulkanını deyəcəyik. Kilimanjaro vulkanı 5895 metr olacaqdır hündürlüyü. Materikin ən hündür nöqtəsidir. Fəaliyyətdə olan vulkandır, amma yatmış vulkandır da, yəni hal-hazırda yatmış vulkanlar sırasında gedir. Sonra Kenya vulkanı var ki, Kenya ərazisində yerləşir və Kenya vulkanı ikinci ən hündür nöqtəsidir. 5199 metr mütləq hündürlüyə malikdir. Kamerun vulkanı da yerləşir burada, Kamerun ərazisinə deyəcəksən. Bir də Viktoria gölünün qərb sahillərində bu hissələrə düşür. Təxminən Karisimba vulkanı vardır. Ekvatorda şimalda yerləşən tək vulkanı ilə Kamerun vulkanıdır. Bu yadımızda qalsın. Kenya vulkanına müxtəlif şəkildə verirlər. Çox tərəddüdlü bir halda o. Ekvatorun üzərisində də verirlər. Bax, görürsən, bu türklər daha düz verib. Ekvatorun ərazisində, bax, ekvatorun cənubda verib. Amma bizim xəritələrimizdə ekvatorun şimalında verirlər Kenya vulkanını. Ona görə biz genəlliklə bir dənə şimalda yerləşən vulkanı Kamerun vulkanını götürürük. Yəni, qalanları deyirik cənubda yerləşir. Materikin geoloji quruluşu çox mürəkkəbdir. Niyə görə çox mürəkkəbdir? Çünki materik əslində platformadır. Amma geosinkronallıq da var materikdə. Yəni, biraz maraqlı materikdir. Niyə görə? Çünki materik genəlliklə böyük hissəsi platformadan ibarətdir. Sadəcə olaraq materikin şimalsında Avropa ilə toqquşma var deyə bir Atlas dağları ərazisi cavan dağ olmuşdur. Bir də şərq hissəsində yenidən fəallaşma vardır. Yenidən fəallaşma, Alp qırşıqlığında yenidən fəallaşmaya məruz qalıb deyə burada sınma zonası yerləşir şərqində. Buranı deyirsən və bu şərqdəki sınma zonası ərazisində geosinkronal təbii ki də var. Təbii ki də burada yerləşən yaylar var ki, mütləq hündürlükləri 4000-dən 5000-dən yuxarıda yerləşir. Biz buna görə deyirik ki, xəritəyə baxdığımız zaman da görürük ki, materikin cənub və şərq hissəsi yüksək Afrikadır. Şimal və qərb hissəsi alçaq Afrika hesab olunacaqdır. Yəni, materikin biz profilini qurasımızda təxminən belə bir profil quracaq materik üçün. Şərq hissəsi yüksək, qərb hissəsi alçaqdır. Biz Amerika üçün belə profil qurmuşduq ki, qərbi yüksək, şərqi alçaqdır. Burada tam olaraqdan əksinə bir profil forması qura bilərsiniz. Bu belə. Sonra nə deyək buradan? Həmin bu sınma zonasında horslar və qrabenlər geniş yayılmışdır. Horslar qalxmalar, qrabenlər enmələr idi. Bu pilləvari şəkildə olurdu. Üfüqi şəkildə yox, şaquli formada yer dəyişmə hesabı olunurdu. Horslar və qrabenlər baş vermişdir. Burada dünyanın ən böyük horstu olan Ruvenzori horstu yerləşmişdir deyəcəksiniz. Sonra materikin horst ərazisində, yəni sınma zonasında dərin uzunsov göllər yerləşir. Tanganika gölü dünyanın ikinci ən dərin gölüdür. Birinci ən dərin gölü Baykaldır. İkinci ən dərin gölü Tanganika gölüdür ki, burada yerləşmişdir deyəcək. Sonra Afrika materikinin böyük hissəsinin tropik xəttlərindən keçir deyə quraq bir materikdir. Dünyanın ən isti materiki hesab olunur ki, dünyanın ən isti ərazisi olan Tripoli məntəqəsi Liviya ərazisində Tripoli məntəqəsi müsbət 58 dərəcə qeydə alınmışdır temperatur. Hal-hazırda düzdür. Lut səhrasını biz deyirik 70 dərəcə olmalı, amma kitablar hələ bunu məlumat kimi vermirlər bizə. Bizim coğrafiya kitablarımız bir 10 il sonra da geridə qalmışıq da. Burada Katlar çökəkliyi var burada. Misir ərazisində mənfi 133 metr dərinliyə malikdir. Ən dərin nöqtəsi Assal gölü var. Burada yerləşir. Atlaslarda verirlər bunu. Assal gölü mənfi 156 metr dərinliyə malikdir deyəcəksən. Sonra gəldik oradan başqa. Materiklər səhraları var. Böyük səhra. Dünyanın ən böyük səhrasıdır bu. Sahara səhrası 9000 km ərazini əhatə edir. Liviya səhrası, Liviya Misir ərazisində düşür. Burada Nubiya səhrası var. Liviya, Misir
E, yox, Misirlə Sudan ərazisində yerləşir Nubiya səhrası deyəcəksən. Sonra cənub hissəsində isə Nabib səhrası, Nabib ərazisində yerləşir. Bir də Kalahari səhrası da burada yerləşmişdir. Kalahari səhrası bir hissəsi Carın ərazisinə düşür. Böyük bir hissəsi də buradan Botswana ərazisinə düşür, deyəsən səhv etmirəmsə. Kalahari səhrası haqqında bilməli olduğumuz nə var? Ümumiyyətlə, səhranın formalaşmasında əsas iki amil var. Bir cərəyandır, bir də materik daxili mövqedə yerləşməsi. Nabib səhrası soyuq Bengiya cərəyanının təsirindən formalaşır. Biz bunu deyəcəyik ki, qərb küləkləri cərəyanının qolu olan soyuq Bengiya cərəyanının təsirindən Nabib səhrası formalaşdı deyəcəksən. Amma Kalahari səhrası materik daxili mövqedə tropik enlikdə yerləşməsinə görə yüksək təzyiq və ərazisində yerləşdiyinə görə, enən hava axınlarının olduğu ərazidə yerləşdiyinə görə səhra formasını almışdır. Kalahari səhrasında dünyanın ən hündür e, qum təpələri, qum tirələri müşahidə olunmaqdadır deyəcəyik. Materikin qədim dağlarından cənubunda Kap Əjdaha dağları yerləşmişdir. Kap dağları burada Car ərazisində yerləşir. Əjdaha dağları isə Car, Esvatini və Lesota ərazilərində yerləşir. Hər ikisi qədim dağlardır deyə bilərsiniz. Kaledon və Helsin qışıqlığında genəlliklə deyirik ki, yaranmış dağlar hesab olunacaqlar. Afrika materikindən başqa Atlas dağları fosforitə görə birinci yerdədir. Afrikanın şimalında fosforitə görə dünyada birinci yerdə. Ümumiyyətlə, faydalı qazıntıda zəngin təmin olunmuş materikdir. Şərqi yaya hissəsində əsasən filiz mənşəli faydalı qazıntılar, şimal ərazilərində isə neft, qaz mənşəli faydalı qazıntılar var ki, Afrikanın şimal ölkələri nefti, qazı satırlar Avropaya, sualtı kəmərlər vasitəsilə satırlar Avropaya. Kəmərlər Aralıq dənizinin içərisindən keçir. Bir də burada Qvineya körfəzi sahilində zəngin neft, qaz var ki, Nigeriya, Angola falan bunlar buradan neft, qaz, Qabondu, Angoladır. Bunlar neft, qaz çıxarırlar Qvineya körfəzi sahillərindən deyə bilərik. Ən böyük Afrikanın məşhur göllərindən Tanganika, Nyasa, Rudolfun gölləri var. Kəndi göllər haqqında da qısa məlumatlar mən PDF-də yazmışam, kitabda da var. Çalışın ki, indi nə qədər çox oxusanız siz o qədər yaxşıdır. Burada dünyanın ən hündür ikinci şəlaləsi Tugela şəlaləsi yerləşir, Kap dağlarındadır deyəcəksən. Sonra burada Kongo çayının Kasai qolu üzərisində yerləşən Stanley Livingston şəlalələri var. Viktoriya şəlaləsi Kongo çayı üzərisində yerləşir. Livingston şəlaləsi 32 şəlalədən ibarət şəlalədir. Kongo çayı ekvator xəttini 2 dəfə, Limpopo çayı var ki, tropik xəttini 2 dəfə kəsib keçən çay hesab olunur. Ən uzun çay isə Nil çayıdır. Ən bol su çayı Kongo çayıdır. Kongo çayı dünyanın ikinci ən bol su çayı hesab olunur. Materik ərazisində eol mənşəli reformalarına çox rastlayacağıq. Harda? Haqqari, səhralıq ərazi çoxdur deyə. Burada eolların təsirindən, yəni ki, şahid dağlar formalaşmışdır. Defiliasiyanın təsirindən belə deyək. Bunlar var, yadımızda qalsın. Deməli, burada Haqqari, Tibetsi, Darfur platoları yerləşirlər. Şahid dağların olduğu ərazilərdir. Haqqarinin ən hündür zirvəsi 2918-17 metr verirlər. 2919-da verirlər bəzi mənbələrdə Tahat zirvəsidir. Emikusi isə yerləşir Tibet yaylasının ən hündür zirvəsidir. 3415 metr hündürlüyə malikdir. 3088 metr də şeydir, burada yerləşir Marra. Bax, Türkiyə heç Marra veriblər. Biz Darfura bəzən də Marra deyirik. Marra platosu var. Ən hündür nöqtəsi 3088 metr mütləq hündürlüyə malikdir deyəcəksiniz. Sonra başqa buradan deyəcəyim məncə Afrika materikindən çox da bir şey yoxdur. Yəni bunları genəlliklə bilsək bəs edir Afrika ərazisindən. Avstraliya materiki və Antarktida materiki. Avstraliya Antarktida çox elə geniş bir məlumat danışmırıq, çünki bunların sahələri haqqında Afrika materiki də 30,3 milyon kvadrat kilometr sahəsi olmaqla ikinci ən böyük materik hesab olunacaqdır. Avstraliya materiki nə ekvator xətti, nə də qütb dairəsi ilə qütb dairəsi, nə də ki tropik xətti ilə ümumiyyətlə kəsişmir, nə də Qrinviçlə, nə ekvator xətti ilə, nə də ki
qütb dairəsində kəsişmir deyəcəksən. Ekvatorla və Qrinviçdə kəsişmir deyə iki yarımkürədə yerləşir. Cənub və bütövlükdə şərq yarımkürəsində yerləşən materikimizdir. Materik ümumiyyətlə digər materiklərdən çox qədim zamanlardan təcrid olunduğuna görə özünə aid relyefi, özünə aid bitki aləmi, heyvanat aləmi vardır deyəcək. Yəni endemik bitkilər burada çox geniş yayılmışdır. Endemik heyvanlar burada çox geniş yayılmışdır. Endemik də yəni bir ərazi üçün olan ərazi şeylərdir. Bitki və heyvanat aləmidir. Deməli, materikin əsasən bir ölkə yerləşdi burada. Avstraliya ölkəsi yerləşir. Təbii ki, indi Avstraliya ştatlar şəklində lakin gedir. Tasmaniya adası məsəl üçün Avstraliyanın bir ştatı hesab olunacaqdır deyəcəksən. Ümumiyyətlə materikləri oxuduğunuz zaman mən PDF-də də vermişəm. Orada regionlar var. Regionlar şəklində oxuyun. Məsəl üçün qərbi, mərkəzi və şərqi Avstraliya olmaqla 3 regiona ayırırsan. Materik bütövlükdə platform ərazisində yerləşir. Deyə biz burada cavan dağ, vulkan, geosinkronallıq falan söhbətlərini heç vaxt nə edirik, danışmırıq deyəcəksən. Sahil xətti o qədər də parçalanmaya məruz qalmamışdır. Şimaldan York ucqar nöqtəsi yerləşməkdədir. Cənubdan isə Step Point burnu, Step East Point burnu var. Bir də Step Point burnu var. Burada yerləşir qərbində. Cənubdakı nöqtəsini bəzən cənub-şərq də ucqar nöqtəsi də deyirik. Bayron isə şərq ucqar nöqtəsidir. Bütün ucqar nöqtələri bir ölkə ərazisində, Avstraliya ərazisində yerləşir. Şimal ucqar nöqtəsi Cape York yarımadasında yerləşir. Əsas iki dənə yarımadaları var. Arnhem-Net və Cape York yarımadaları yerləşmişdir deyəcəksən. Arnhem-Net yarımadası mərkəzi Avstraliyada, Cape York isə şərqi Avstraliya arasında yerləşir. Materikin ən hündür zirvəsi böyük su ayırıcı dağlarıdır ki, burada Kostuyuşka zirvəsi var, 2228 metrdir. Biz buna bəzən Avstraliya Alpları da hesab edirik deyə bilərsiniz. Materikin ən alçaq nöqtəsi Erie gölüdür. -16 metr dərinliyə malikdir. Bundan başqa Makdonel dağları var. Ən hündür nöqtəsi Zil zirvəsi 1531 metr hündürlüyə malikdir deyəcəksən. Sonra Hammers dağları da var. B adla qalsın. Makdonel dağları mərkəz hissəsində yerləşir. Hammers dağı da şərq hissəsində yerləşən dağdır. Hammers dağları ən hündür zirvəsi nə idi? Mulasen zirvəsi, səhv etmirəmsə, ən hündür zirvəsi olmalıdır. Ona baxarsınız kitabdan da özünüz. Sonra tropik xəttlə kəşfir deyə materik ərazisinin böyük bir hissəsi quraqdır. Dünyanın ən isti, ən quraq materiki hesab olunur. Ən isti materik isə şeydir. Avstraliya materikidir, Afrika materikidir. Dişimin ağrısından öcü başım da gelir. Hə, sonra burada səhralar var. Böyük Viktoriya səhrası var. Böyük qumlu səhra var. Hipson, Sipson səhraları yerləşməkdədir materik ərazisində. Viktoriya səhrası da burada var. Yerləşir. Sonra materik ərazisində əhali əsasən materikin cənub-şərq hissəsində daha geniş məskunlaşıb. Çünki qərb hissələr səhralıqdan ibarətdir. Yaşamaq üçün əlverişli deyil. Ekstremal ərazilər hesab olunurlar. Mərkəzi ovalıqlar yerləşir. Burada böyük arteziyan hövzəsi var ki, burada yerləşir. Böyük arteziyan hövzəsi nədir? Su olmayan ərazidə su quyularının düzəldilməsidir. Bu da Avstraliya mərkəz hissəsində var. Böyük arteziyan hövzəsi. Böyük arteziyan hövzəsi ikinci yerdə durur. Birinci yerdə Qərbi Sibirdə yerləşir ən böyük arteziyan hövzələri. İkinci yerdə ikinci yerdə Afrika yerləşir, böyük səhra. Üçüncü yerdə Avstraliyanın səhralarında olan arteziyan hövzələri yerləşəcəkdir. Materik ərazisində Ullur yadınızda qalsın ki, Ulluru Masaya bənzər dağlar hesab olunurlar. Burada şəkillərini mən vermişəm onun. Avropa, Avstraliya, Antarktika. Aha. Ucqar nöqtələri var. Bax, ada və yarımadaları hansılardır? Yeni Qvineya adası var. Adaların dünyada ilk 5-li üzrə sıralamasıdır bunlar. Burada var. Əraziləri Barkli platosu bax şimalında yerləşir. Nallabon düzənliyi də cənubunda yerləşir. Nallabon düzənliyi ovalıqdır. Barkli platosu isə deyirsən ki, yayla ərazisidir. Barkli platosunun özəl bir xüsusiyyəti var ki, əslində o yüksəkliyinə görə yayla ərazisinə yox da yüksəklik ərazisinə daxildir. Çünki mütləq hündürlüyü 300 metrə qədərdir onun və səthi bizim hamardır deyə deyirik ki, plato adlanacaqdır. Sonra gəldik körfəzləri falan, bu siz keçmişsiniz təbii ki, yenə də baxarsınız. Bunlar belə
dedik, getdik. Başqa faydalı qazıntılar. Faydalı qazıntılarla zəngin təmin olunmuş bir materikimizdir. Təbii ki, indi platforma ərazisində yerləşir və platformanın kristallik süxurları səthə çıxıb deyə faydalı qazıntılarla zəngindir. Neft, qaz biraz burada çox danışmırıq. Biz mərkəzi və cənub hissələrində neft, qaz var. Amma dəmir filizinə görə, daş kömə görə böyük sayıcı dağları xüsusən fərqlənir. Dəmir filizinə görə, mis filizinə görə materik xüsusən fərqlənir. Şimalında dünyanın ən böyük boksit yatağı olan York əyaləti varkən, ora boksidə görə fərqlənəcəkdir deyəcəksiniz. Başqa Avstraliya materikindən deyiləcək zənnimcə çox da vacib bir şey yoxdur. Bunlara baxırsınız, oxuyursunuz. Antarktida materiki də Cənub yarımkürəsində şərq və qərb yarımkürəsində yerləşmiş materikdir. Çünki onun Qrinviç meridianı kəsir deyə 3 yarımkürədə yerləşir. Materik bütövlükdə Cənub yarımkürəsində yerləşir deyə onun biz bir dənə ucqar nöqtəsini deyirik. Şrif nöqtəsi var ki, ən ucqar nöqtəsi hesab olunur. Materikin ən yüksək nöqtəsi Vinson massivi 5140 metr mütləq hündürlüyə malikdir. Ən aşağı isə 2450 metr, 55 metr şeydir. Bentley çökəkliyi varkən dərinliyə malikdir. Materik ərazisinin şərqi platformadadır əsasən, qərbi isə qərbi geosinklinal, şərqi isə platformada yerləşir. Qərb hissəsində Erebus və Terror vulkanları varkən fəaliyyətdə olan vulkanlardır. Materik ərazisində burada bir Antarktida yarımadası var. Bu ərazidən təxminən Ant dağları gəlir, materikə daxil olur və Trans-Antarktida dağ silsiləsini yaradır. Trans-Antarktida dağ silsiləsi materiki iki hissəyə ayırır. Şərqi və qərbi olmaqla iki hissəyə böləcək sənə. Hə, bu belə. Sonra Antarktida materikində təbii ki, daimi yaşayış yoxdur. Heç bir ölkəyə məxsus deyil deyilik genəlliklə, amma orada 26 ölkənin ərazisi falan olmağını da ki, iddia edirlər, deyirlər, amma əslində heç bir ölkəyə məxsus hesab edilmir ora. Sadəcə olaraq elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunur. Zəngin faydalı qazıntılarla da təbii ki, neftindən, qazından belə hər şey var. Sadəcə olaraq buzun altında yerləşirlər deyə çıxarılmaq və ya da onu daha baha başa gəlir deyə çox da istifadə etmiyoruz. Bu belə. Antarktida materikində sahil xəttlərində sadəcə olaraqdan deyəcəksən ki, yay aylarında, yəni iyun-iyul avqust aylarında mamır, şibya kimi ot bitkilərinin bitməsi müşahidə olunacaqdır. Antarktida materikinin sahillərini bir okean, yalnız və yalnız Cənub okeanı ilə əhatə olunmuşdur deyirik. Amma Avstraliyanın sahillərində iki okean var, Sakit və Hind okeanından ibarətdir deyirsiniz. Və sahəsinə görə də ki, Avstraliyadan əvvəldə yerləşir. Avstraliya 7,7-dir, amma bunun sahəsi 14 milyon kvadrat kilometr sahəyə malikdir deyirik. Başqa əlavə məlumatlarda xırda-xuruş məlumatlarda burada PDF-də kimi var deyəcəksiniz. Başqa məncə buradan bir şey qalmadı deyiləsi.